Elektrik maşınlar dünyanı fəth edir. Tesla, BYD, BMW, Mercedes və digər olan brend markalar hamısı elektrikə keçir. Bəs Azərbaycanda necə? Elektrikli avtomobil almaq üçün hələ tezdir, yoxsa doğru bir qərardır? Doğrudan da o əcdahadan xaricdə varsa, bəs o əcdahadan niyə bizdə yoxdur? Gəlin bu videoda birlikdə analiz edək. Bu video reklam xarakterli deyil. Gəlin tam şəffaf şəkildə baxaq. Elektrikli maşın almağa dəyər yoxsa yox? Elektrikli maşınlar nədir və niyə bu qədər dəbdədir? Səssizdir, sürətlənməsi çox güclüdür, texnologiyalarla doludur və dünya şərtlərinə cavab verir. Bu şərtlərin içinə aiddir yanacaqların bahalaşması, ekologiya şərtləri və dövlətlər elektrikə güzəşt edir. Amma Azərbaycanda bu şərtlər eyni deyil. Azərbaycanda elektrik avtomobillərinin reallığı. Gəlin real danışaq. Azərbaycanda elektrik avtomobillər kütləvi deyil. Əsasən də Bakıdadırlar. Yəni rayonlarda o qədər də məşhur deyillər. Əsas fikirlər budur. Harda dolduracam, yolda qalsam nə edəcəm, qışda, yayda batareya necə davranır? Hansını deyim, birdir, ikidir, keçədən. Bu sualların cavabı asılıdır. Şarj məsələsi ən böyük problem. Ən böyük mövzu şarj infrastrukturu. Hazırki vəziyyət Bakıda müəyyən nöqtələr var. Ticarət mərkəzləri, bəzi yanacaq doldurma məntəqələri. Amma sayı azdır. Regionlara çıxanda demək olar ki, yox səviyyəsindədir. Evdə şarj. Əgər həyət evində yaşayırsınızsa, bu sizin üçün problem deyil. Amma bina evində yaşayırsınızsa, rozetka problemi, icazə məsələsi, kabel təhlükəsizlik risk. Yəni hər kəs üçün rahat deyil. Amma bir iş var. Sən bizim cəmaatı yaşlanırsan da. Bugün sənə icazə versəm, sabah 3'ü gələcək, birisinin 4'ü gələcək. Sonra gəldiyin buranın zamanını görüb necə deyəsən. Düzmürəm qardaş, hə? Düzmürəm, sən qəbəl elə. Bir mərtəbə qalx yuxarı. Qoy kişi özü sənə icazə versin. Oldu? Ayıb olma yeri. Bateriya, bəli, qorxulu söz. Bateriya ölsə nə olacaq? Kvartalın axırıdır, nə ölmək salmışsan? Bəs planı kim verəcək? Bateriyalar əsasən 8-10 il müddətinə nəzərdə tutulur. Amma isti iqlim, sürətli şarj, keyfiyyətsiz elektrik, Azərbaycanda yayda 40 dərəcə bu bateriyalara hamı təsir edir. Bateriya dəyişimi bəs. Bateriyaların qiymətləri ucuz deyil. Bəzi hallarda isə maşının yarı qiymətinə gəlib çıxır. Xərc hesabları doğrudan ucuzdur. Gəlin düz hesablayaq. Üstünlükləri, benzin yoxdur, yağ dəyişimi yoxdur, az mexaniki detal. Amma ilkin alış bahadır. Bateriya dəyişimi problemi var, bateriya riski var, şarj vaxt itkisidir. Əgər qısa məsafə sürürsənsə sərf edir, amma regionlara getməyə heç sərf etmir. Qış, yay, yollar və Azərbaycan şərtləri. Elektrik avtomobillər ideal iqlimi olan ölkələr üçün hazırlanıb. Sabit iqlim, yaxşı yollar, geniş şarj şəbəkəsi. Bizdə isə qışda bateriya daha tez boşalır. Yayda temperatur problem yaradır. Bəzi yollar maşın üçün əlavə yükdür. Bəs elektrik avtomobillər kimlər üçün uyğundur? Elektrik maşın uyğundur əgər Bakıda yaşayırsansa, gündəlik 30-60 km yol qət edirsənsə, evdə və ya işdə şarj imkanın varsa, İkinci bir maşın kimi alırsansa. Kimlər üçün uyğun deyil? Əgər tez-tez regionlara gedirsənsə heç də uyğun deyil. Tək maşın olacaqsa uyğun deyil və bir də şarj stresini sevmirsənsə. Bəs nə zaman doğru vaxt olar? Göydə yeni ay para görünən gecə. Açıq deyim, Azərbaycan üçün elektrik avtomobil üçün uyğun vaxt hələ tam gəlməyib. Amma növbəti 3-5 il ərzində şarj şəbəkələri artacaq. Qiymətlər düşəcək, servislər genişlənəcək. Bəli, bu zaman, yəni o zaman tam olaraq məntiqli olacaq elektrik avtomobil almaq. Yekun olaraq elektrik avtomobillər heç də pis deyil, amma hər kəs üçün uyğun deyil. Trendlə yox, şərtinlə al. Texnologiya sevirsənsə düşün, rahatlıq istəyirsənsə hələ tələsmə. Səncə Azərbaycanda elektrik avtomobil almaq üçün tezdir, yoxsa hələ gecikmişik? Şərhlərdə yazmağı unutma. Videoya like at. Nicat Xaç kanalına abunə ol. Biz burada ancaq reallıqları danışırıq.